Əlfəz İliç bəy həm Rusiyanın dağılacağını, imperiyanın dağılacağını zamanında demişdi. Həm də ki, bu proqramda mən yada salmışdım. 2000-ci ildə Ankarada xəstəxanada vəfatından biraz əvvəl Türkiyənin bəzi ictimai, siyasi, mədəniyyət xadimlərinin söhbətlərində proqnozlar vermişdi. Onların birində demişdi ki, Türk dünyası birləşəcək. Demişlər ki, necə, nə vaxt? Necəsini də demişdi. Vaxtını da demişdi ki, 2020-25-ci illər arasında. Yəni bu... Mən xəbərim yoxdur. Mən tabi bu müsahibəni sizə göndərəm. Mən əminəm ki, elədir. 2000-ci ildə çap olunmuş. Mən bölünə yanında olmuşam, bilirəm ki, bu sözlər tez-tez demişdi, amma müsahibən oldu, verildi. 2000-ci ildə çap olunmuş müsahibədir. Onu orada Elçi bəy özü demir. Onu o adam tərcüblə deyir ki, yəni biraz da fikirləşir ki, bu nəyəsən deyir də belə bir şey. 2000-ci ildə proqnoz vermək ki, 2025-ci ilə qədər Rusiya dağılacaq. Vaxtı mənim üçün maraqlıdır. Türk dünyası birləşəcək. Bu, yəni qeyri-adi bir, peyğəmbəranə bir mövqe ortaya qoymaqdır. Təəssüf ki, Türkiyədə desə, indi də hələ anlamırlar. Türkiyə ittifaqında, yəni onu müzakirə eləməyəcək, sadəcə elə belə replika kimi deyir. Yox, müzakirə eləməyə sadəcə Türkiyənin siyasətini də elə təkəlli tutmayın. Türkiyə çox təcrübəli, böyük bir dövlətdir. Əsrlərin sınağından keçmiş bir dövlətdir. Mən Türkiyədən narahat deyiləm, yəni qətiyyən narahat deyiləm. Onlar Rusiya amilindən Türkiyənin, Türk dünyasının maraqları üçün hansı həddə qədər istifadə eləmək lazımdırsa, mümkündürsə, o qədər istifadə edəcəklər. Məqamında Türkiyənin, dövlətin, Türk dünyasının maraqları nəyə tərəf eləyirsə, o addımları da atacaqlar. Bundan qətiyyən şübhəviz, narahatlığınız olmasın.